Mənim burada günahı yoxdur. Çünki heç bir valideyn istəməz ki, evladı getsin, bu cür cinayət görsün, əlinə qana bulasın. Yəqin ki, o da başa düşürəm, hansı valideyn olsa, neynəsin, pis evladdır, valideyn ona neynəsin. Ancaq o da çox, o balası ölüb, əlbəttə ki, acığından nə desə eləyə bilər, yəni ki, baladır, ona əzizdir. Düzün deyim, mən istəməzdim hər şey bir olsun, bu cür alınsın. Çünki mən istəməzdim ki, mən də yaşımın azlığından düşüm bura. Məsələn, taçlarımdan seçilim, mənim taylarım bu dəqiqə institut oxuyurum, universitet oxuyurum, mən sizə gəlmişəm bura türməyə. Qapım bağlı. Ancaq iştidə indi alındı, mən istəməzdim belə olsun. Görünür, mənlik və vicdanlarına bulaşan qara ləkəni bir günahkarın qanı ilə yumaq onlar üçün çıxış yoludur. Ancaq qanla yuyulan ləyaqət bir insanın ömrünü dəmir barmaqlıqlar arxasında yaşamağa məhkum edir. Peşmançılıq onda çəkirəm ki, mamam tək qalır. Bir də özüm azadlıqdan məhrum olmuşam, taçlarımdan seçilmişəm. Bir də onun peşmançılığım ki, kəşf belə olmayardı.